İzləyiciləri, bugün sizlərlə test trigonometrik funksiyalardan 2 dənə sualın izahını bölüşmək istəyirəm. Hansı ki, birinci sualımız arcsinus sinus 5-dir. 5 ifadəsi nəyə bərabərdir? Gəlin bir başdan bunun izahına baxaq ki, arcsinus sinus alfamız nəyə bərabər olur? Arcsinus sinus alfamız hər zaman deyirdik ki, alfadır, lakin alfa mənfi 90 müsbət 90 parçasına düşmək şərti ilə. Əgər düşmürsə, deməli, biz onu alfaya bərabər edə bilmərik. Mənfi 90 müsbət 90-ı daha dəqiq radianla ifadə eləsək, haradasa mənfi 3,14-ü 2-yə böləndə mənfi 1,57 müsbət 1,57 deməkdir. İndi gəlin bundan istifadə edək. Baxın, biz bilməliyik ki, sinus alfada, yəni bu çevirmə düsturlarıdır əslində. Baxın, sinus pi minus alfa yazırıq. Sinus pi minus alfa sinus alfaya bərabərdir. Sinus 3 pi minus alfa yazırıq. Hansı ki, bu da sinus alfaya bərabərdir. Və yaxud cüt dərəcələrdən, cüt misillərdən daha doğrusu. Sinus, əgər mən 2 pi minus alfa yazsam, sinus 2 pi minus alfa sinus alfaya bərabər olmayacaq. Amma mən bunun əvəzinə yazsam sinus alfa minus 2 pi, bu hansı ki, nəyə bərabərdir? Sinus alfaya bərabərdir. İndi gəlin görək ki, baxın, ya cüt misillə yazılmalıdır, ya tək misillə. Amma hansını yazdıqda gəlin görək bizim bu parçaya düşür, mənfi 1,57 ilə müsbət 1,57 parçasına. Əslində, bəzən bunları hansısa müəllimlərimiz dərəcəyə çevirməklə də həll edir. Amma deyim ki, əgər sizə radianla verilibsə, burada arqument. Çalışın radianla həll edin. Dərəcə ilə də verilibsə, dərəcə ilə həll edin. Ən rahat qaydası budur. Məsələn, arcsinusdur, sinus 5-dir. Sinus 5-in yerinə, baxın, indi əgər bundan 3 ta pi'ni çıxsanız, biz axı danışdıq ki, pi minus alfa sinus alfadır. Ya tək misillə yazmalıyam, ya da cüt misillə yazmalıyam. Alfa minus 2 pi sinus alfaya bərabərdir. Bu iki düsturdan biri olacaq. İndi gəlin görək hansı olur. Pi təxminən neçədir? 3,14. Əgər siz 3,14-dən alfamız nədir? 5-dir də bizim arqumentimiz. 5-i çıxsaq, gəlin görək neçə edir alfadan bunu çıxanda. Deməli, 6, 8, burada da mənfi 1,86. Axı, mənfi 1,86 bu parçaya düşmür. Deməli, bu birinci düsturla, tək misillə yazılmayacaq. Bəs gəlin görək ikinci düsturla uyğundurmu? İkinci düsturda nə deyirik? Alfa minus 2 pi sinus alfaya bərabərdir deyirik. Alfamız 5-dir. Siz 5-dən 2 pi, 2 pi də nə qədər eləyir? Pi'ni 3,14 götürsəniz 6,28. Çıxanda bir-birindən mənfi 1,28 eləyir. Mənfi 1,28, mənfi 1,57 ilə müsbət 1,57 arasına düşür. Deməli, siz bu qiyməti götürə bilərsiniz. O səbəbdən bunu necə yazmalıyam? Sinus alfa minus 2 pi şəkildə. Alfam nədir? 5-dir. 5 minus 2 pi. Bərabərdir. Bu artıq 5 minus 2 pi bu parçaya düşdüyü üçün sualımızın cavabı olacaq 5 minus 2 pi. Gəlin bir dənə də kosinusdan yazaq. Kosinus 7 misalı verir. Baxın, kosinusda da həmçinin çevirmə düsturlarını yada salmamış bu misalı yaza bilmərik. Birincisi, hər bir şeydən qabaq onu bilməlisiniz ki, arckosinus kosinus alfa hansı ki, nəyə bərabərdir? Arckosinus kosinus alfa bərabərdir alfaya o zaman ki, alfa düşməlidir 0 pi parçasına. 0 pi parçası radianla nə deməkdir? 0,3,14 arasına düşməlidir. Yenə də deyirəm, dərəcəyə çevirib eləyənlərdən var, o cür etmək olar. Lakin, əgər burada sizə radianla verilibsə, elə radianla işləsəniz daha tez başa gələr. 0,3,14 parçasına düşən qiymətə baxaq. 7 tamdan. İndi kosinusun çevirmə düsturlarında görək bunlar kosinusun dövrü 2 pi'dir və kosinus cüt funksiya olduğunu da unutmayın. Kosinus 2 pi ilə yazıla bilərmi? Gəlin baxaq. Kosinus pi ilə yazılsa bilməz, çünki burada pi minus alfa mənfi eləyəcək. Baxın, kosinusun alfa minus 2 pi'si. Gəlin görək nəyə bərabərdir və 2 pi minus alfası nəyə bərabərdir? Hansı görək kosinus alfaya bərabər olur? Biz bilirik ki, kosinusun 2 pi minus alfası bərabər olur kosinus alfaya. Və yaxud başqa nə deyə bilərik? Kosinus və yaxud kosinusun alfa minus 2 pi'si.
Yenə də bu mənfi kosinus, müsbət kosinus alfa. Çünki cüt funksiyadır. Yaxşı, indi gəlin görək bizə 7-ni. Bu 2pi minus alfa şəklindəmi, alfa minus 2pi şəklindəmi yazsaq daha doğru nəticə verir. Necə yaza bilərik? Baxın, 7-ni əvvəl 2pi minus alfa ilə yoxlayıram. 2pi 3 tam %14'dür. Alfanın da qiyməti 7-dir. 6 tam %28-dən 7 tamı çıxanda mənfi alacaqsınız 1 tam neçə. Axı mənfi 1 tam neçənin heç düşünməyə dəyməz. Çünki bu 0,3 tam %14 arasında qiymət almalıdır. Onda belə çıxır ki, birinci düsturla yaza bilmərəm. Onda keçək ikinci düsturu yoxlayaq. Alfa minus 2pi. Alfanız nədir? 7. 2pi nədir? 2 vurulsun 3 tam %14. 7 minus 6 tam %28. Bunu da cavabı eləyəcək. Deməli 1 tam yox, 0 tam %72. Elə bilirəm. Hə, 0 tam %72. 0 tam %72 də düşür o parçaya. Deməli onda siz 7 minus 2pi şəklində yazsanız ödəyər şərti. Kosinus 7 minus 2pi. O zaman bu da bərabərdir 7 minus 2pi'ye. Sualımızın cavabı olacaq 7 minus 2pi. Elə bilirəm ki, bu iki sualın izahı aydın oldu. İzlədiyiniz üçün təşəkkürlər. Əgər videolar faydalı olursa sizlərə bəyənib paylaşmağı, daha çox adamın yararlanmağına səbəb olun.